Klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu musiqiçilərə müraciət edib ki, Sahil xəbər verir ki, sosial şəbəkədə video paylaşaraq özünə və övladına toy etdikdən sonra gizlənən həmkarlarını tənqid edib. Son bir ayda çoxlu musiqiçi toy oldu. Allah mübarək etsin. Bizim iştirak etməyimiz vacib idi. Getməsək də pul göndərməliyik. Çünki bu bir-birimizə olan borcdur. Gəliblərsə biz də iştirak etməliyik. Mənim neçə nəfərə borcum var. Çünki övladımın toyunda iştirak ediblər. Məni də çağırırlar, vaxtım olanda gedirəm. Olmayanda isə pul göndərirəm. Ay musiqiçilər, özünüzü övladınıza toy edib sonra gizlənməyin. Belə olmaz. O borcu qaytarmalısınız. O insan musiqiçiyə güvənib toy edir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur. Bunu yadda saxlayın. Bundan əlavə, musiqiçilərin toyunda ifa edən həmkarları pul istəməyin. Musiqiçi həmkarından pul istəməz. Əsas da qoşanağara, nağara və sintizator ifaçıları. Ayıbdır, etməyin. Salam əziz dostlar, necəsiz, nə var nə yox, ümidvaram yaxşısınız. Son bu bir ayda çoxlu musiqiçi toy oldu, Allah mübarək eləsin. Bizim gedib iştirak eləməyimiz, yəni bu vacibdir. Gedə bilməsək də pulumuzu göndərməliyik, çünki bu borcdur, bir-birimiz olan borcdur. Gəlib iştirak ediblərsə, mütləq gedib biz də iştirak eləməliyik. Mənim borcum var neçə nəfərə, çünki mənim evladımın toyunda iştirak ediblər. Məni də çağırırlar, sevə-sevə vaxtım olanda gedirəm, olmayanda pulumu göndərirəm. Öz evladına toy eləyib, özünə toy eləyib, sonradan gizlənməyin. Ay musiqiçilər, mış kimi yaşamayın, belə olmaz. Çünki sizin o borcu qaytarmalısınız, başa düşürsünüz. O insan musiqiçiyə güvənib toy eləyir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur, bunu yadınızda saxlayın. Ondan başqa, musiqiçi toyunda ifa eləyən musiqiçilər, pul istəməyin, ayıbdır. Musiqiçi musiqiçidən pul istəməz. Ayıbdır, eləməyin bunu. Əsas da qoşun ağara, nağara, sinti satır çalanlar ayıbdır, eləməyin.